Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim ailə vəziyyətimi nəzərə alasınız. Deməli, biz 8 nəfər bir evdə yaşayırıq. Yəni, yerimiz məhdud vəziyyətdədir, sağ qalır. Sizi xahiş edirəm. Həsənov İlqar, İdadə oğlunun bu öz başkanlığının qabağını alasınız, mənə kömək edəsiniz. Yenə deyirəm, İlqar mənə dəfələrlə ölümlə, tutturmaqla hədəlir. Xahiş edirəm, mənə kömək edəsiniz, onun bu yaramaz hərəkətlərin qabağını alasınız. Qabaqsədən sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, Cənab Baş Prokuror. Evini başına yıxıb üstəlik şikayət etməkdən utanmadılar. Əslində bu hallar ilk dəfə baş verən hadisə deyil. Daha öncələrdə bir çox tikinti şirkətləri eyni ilə Havin Park MMC və Pilot 16 MMC kimi insanlar evində yaşadığı halda evini başına uçurub. Düşündü ki, öncəliklərə nə etdilər ki, mənə nə etsinlər? Bəhs etdiyimiz Havin Park MMC-nin direktoru İlqar Həsənov, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən ərazidə vətəndaş Quliyeva Məhbubə Əli qızına məxsus fərdi yaşayış evini içərisində azyaşlı körpə və gənc ana olduğu halda və əmlak sahibi ilə heç bir razılıq əldə etmədən uçurdu. Sonra həmin ərazidə Pilot 16 MMC tikinti işlərinə başlayıb. Mülkiyyətçi Məhbubə Quliyeva əmlakının dağıdılması ilə bağlı etdiyi şikayət Nəsimi rayonu prokurorluğuna baxılaraq, Nəsimi rayon prokurorluğu tərəfindən 28 noyabr 2024-cü il tarixində İlqar Həsənov barəsində Cinayət Məcəlləsinin 186.2.1 və 309.2 maddələri ilə barəsində cinayət işi açılmışdır. Digər bir tərəfdən isə Nəsimi rayon məhkəməsi Məhbubə Quliyevanın müvəqqəti təminat barədə 06.04.2023-cü il tarixli qərarının dərhal yerinə yetirilməsi tələb olunsa da, bugünə kimi icra olunmayıb. Nəsimi rayon məhkəməsinin 01.07.2024-cü il tarixli qərarı ilə Pilot 16 MMC-nin Məhbubə Quliyevaya məxsus Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən ərazidə qazıntı, söküntü, tikinti işlərinin dayandırılması barədə verdiyi qərar da bugünə qədər Nəsimi rayon icra şöbəsi tərəfindən həllini tapmır. MMC öz axarında tikintini davam etdirir. Vətəndaş əmlakının söküntüsü ilə bağlı Bakı şəhər icra hakimiyyətinin verdiyi 04.03.2020-ci il tarixli 51 sayılı sərəncam ilə bağlı cavabdeh qismində Bakı şəhər icra hakimiyyətini və 3-cü şəxs qismində Pilot 16 MMC-ni Bakı şəhər İnzibati məhkəməsinə cəlb etmiş və məhkəmə 16 fevral 2024-cü il tarixində məlum sərəncamın ləğvi ilə bağlı vətəndaşın xeyrinə qərar qəbul etmişdir. Qərardan narazı qalan qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş və Bakı Apellyasiya Məhkəməsinə İnzibati Kollegiyası 25.09.2024-cü il tarixli qərarı ilə 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bununla hesablanmayan cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.04.2025-ci il tarixli qərarla Pilot 16 MMC-nin kassasiya şikayətinə baxılmasını mümkünsüz hesab edib. Bütün bunlara baxmayaraq, Pilot 16 MMC heç bir məhkəmə qətnamələrinə məhəl qoymadan adı gedən ərazidə tikinti işlərini davam etdirir. Bu da yetməzmiş kimi İlqar Həsənov Məhbubə Quliyevanın həyat yoldaşı Yusif Quliyevi açıq ölümlə təhdid edir ki, bunu da Yusif Quliyev açıq şəkildə bəyan edir. Yaşadığımız demokratik dövlətdə baş verən bu qədər özbaşınalığı biz mətbuat orqanı olaraq ölkə rəhbərliyinə çatdırmağa özümüzə borc bilirik. Bilmədiyiniz bir hal var ki, dövlətin ali orqanı olan Ali Məhkəmənin ali və ədalətli qərarı niyə yerlərdəki məmurlar tərəfindən icra olunmur? Bizim vəzifəmiz qanunsuzluqları aşkar etmək və ölkə rəhbərinə məlumat verməkdir. Unutmayaq ki, prezidentimiz jurnalistləri özünün dostu hesab edir. Biz isə dostluğa nail olmağa çalışırıq. Bildirim ki, Cənab Prezident, yenə təşkil edirəm. Nəsimi rayonun məhkəməsinin qərarı var ki, bizim yolumuz avtomobil və piyada gediş yollarında da
məhkəmənin qərarı var ki, qazıntı, söküntü, tikinti Pilot 16 imza şirkətinə qadağan edilsin və evimizin yerində də məhkəmənin qərarı var ki, Nəsimi rayon məhkəməsinin qərarı var ki, qazıntı, tikinti, söküntü Pilot 16 imza qadağan edilsin. Ona baxmayaraq hal-hazırda bizim yollarımız bərbər haldadır, yollarımızı qazıblar, gediş-gəliş yollarımız yoxdur və evimizin yerində katlavan işi görülür. Və bir də təkrar Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb. Bugüne qədər nə Aslan Quliyev haqqında, nə də Həsənov İlqar Vilayatıoğlu haqqında həbs qəti imkan tədbiri görülməyib.